Birinci sualımız belədir. Cinayət prosessual məcəllə cinayət işinin başlanması üçün neçə səbəb müəyyən edir? Gəlin sayaq da, birlikdə sayaq, ya elə... Birinci fiziki şəxslərin məlumatlarıdır. İkincisi hüquqi şəxslərin məlumatlarıdır. Üçüncüsü kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlardır. Dördüncü də var, yəni cinayətin bilavasitə aşkar edilməsi, cinayətin əlamətlərini göstərən halların bilavasitə aşkar edilməsi 208-ci maddə. Yəni 4 səbəb var. Ümumiyyətlə, cinayət üçün başlanması üçün bir səbəb var, bir əsas var da, bilirsiniz. Əsas, Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmiş əsasdır əslində. Yəni, şəxsin əməlində Cinayət Məcəlləsi ilə müəyyən edilmiş cinayət tərkibinin bütün əlamətləri olduqda cinayət məsuliyyətinin əsası yaranır. Yəni, əsas şəxsin əməlində cinayət tərkibinin bütün əlamətlərinin mövcud olmasıdır. İndi cinayət işinin başlanması üçün də əsas əslində elə həmin əsasdır. Yəni, şəxsin əməlində cinayət tərkibinin əlamətləri hamısı varsa, bu sayılır cinayət işinin başlanması üçün, yəni əsas mövcuddur. Cinayət işi başlaya bilərik. Əsas yoxdursa, səbəbin heç bir əhəmiyyəti yoxdur. Fiziki şəxsin ərizəsidir, yaxud məlumatıdır, ya kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatdır. Onun heç bir önəmi yoxdur. Əsas odur ki, şəxsin əməlində, yəni mühüm odur ki, şəxsin əməlində cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcud olsun. Bu əsasdır. Sonra da səbəb də indi onu hərəkətə gətirmək üçün bir element lazımdır. Cinayət üçün başlanması üçün səbəblər 4-dür. Fiziki şəxslərin məlumatları, hüquqi şəxslərin məlumatları, kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar və cinayətin əlamətlərinin bilavasitə cinayət təqib orqanlarının əməkdaşları tərəfindən aşkar edilməsi. Düzdür, cinayət təqibi subyektləri yazılıb 208-ci maddədə, amma cinayət təqibi subyekti deyil məhkəmə. Məhkəmənin də məhkəmə baxışının gedişində cinayət hadisəsi baş verdikdə o da sayılır məhkəmənin cinayət əməlini bilavasitə aşkar etməsi. Bu halda məhkəmə prokurorluğa qərar göndərir və o qərar əsasında cinayət işi başlana bilər. O da səbəb sayılır. Məhkəmələrdən də xüsusi qərarlar Elə əslində o xüsusi qərar deyil, o xüsusi qərar şəklindədir. Xüsusi qərar əslində qanunvericiliyi normalarının pozulmasına yol verilən şəxslər barəsində çıxarılan qərardır. Amma o xüsusi qərar, yəni mahiyyəti ondan ibarətdir. Amma o cinayət tərkibi olan əməllər mövcud olanda, ya ibtidai araşdırma zamanı, ya məhkəmə baxışında bu barədə məhkəmədədirsə, məhkəmə qərar çıxarır. Yəni həmin hadisə barəsində əslində o xüsusi qərar deyil. Ona xüsusi qərar demək olmaz. Xüsusi qərar əslində o qanunvericiliyin pozulması hallarına yol verilmiş şəxslər barəsində çıxarılır. Hansına aiddir bu xüsusi qərar? Xüsusi qərar yoxsa qərarda? Yox, bizdə xüsusi qərardad yoxdur. Ümumiyyətlə, cinayət prosesində qərardad ifadəsi yoxdur ümumiyyətlə. İki iş üzrə xüsusi qərardan qəbul olunan, göndərilən prokurorluq orqanlarına. Bəli. Belə olan halda bu hansı kateqoriyaya aiddir? Vətəndaş şikayəti deyil. Yox, bizim o mülki prosesi indi qoyaq kənara, söhbət cinayət prosesindən gedirsə, cinayət prosesində belədir. Məhkəmə baxışı zamanı, daha doğrusu məhkəmənin icraatı zamanı deyək də, baxışı deməyək. Məhkəmə icraatı zamanı cinayətin əlamətlərini göstərən hadisə baş verdikdə, əməl törədildikdə, məhkəmə qərar çıxarıb onu prokurorluğa göndərir və bunun əsasında prokuror yoxlama aparıb cinayət tərkibinin əlamətlərini olduğunu müəyyənləyəndə cinayət işi başlayacaq. Bu qərardır, bunun adı yoxdur, yəni xüsusi qərardır, yaxud başqa bir şeydir. Bu adi bir qərardır, məhkəmənin çıxardığı qərardır. Amma ibtidai araşdırma mərhələsində olanda da onu heç ara göndərmək lazım deyil. Çünki ibtidai araşdırmada müstəntiq, təhqiqatçı, prokuror subyektlər onlardır. Bilavasitə aşkar edilməsi sayılır. 208-ci maddəyə görə cinayətin... Onu demək istəyirdi ki, məhkəmə prosesinin gedişatında aşkar olduğu... Aydındır da. Açıq aşkar şəkildə başı vətəndaşın hüquqlarını pozduğu, nə bilim... Yox, bizi maraqlandırır cinayət əməli aşkar ediləndə. Əməl müdafiəçinin hüquqlarını pozub, yaxud təqsirləndirilən şəxsin hüquqlarını pozub, o xüsusi qərardır, aydın məsələdir. Bəs mən dedim də, yəni o xüsusi qərardır. Qanunvericiliyin tələblərini pozması ilə bağlı onun tənbihini nəzərdə tutan qərar xüsusi qərardır. Amma bizim dediyimiz cinayət əməlinin bilavasitə aşkar edilməsidir. Məsələn, məhkəmə icraatı zamanı məhkəmə baxışında kimsə təhqir elədi.
Bunu kimə aşkarlayır? Məhkəmə aşkarlayıb, bunu göndərməlidir prokurorluğa. Ya kimsə döydü, bıçaqladı, öldürdü. Yəni belə hallar varsa, yəni cinayət əməlinin əlamətləri mövcuddursa, məhkəmə onda qərar çıxarıb göndərir prokurorluğa cinayət işi başlanması üçün. İndi yoxlama aparılacaq. Tərkib əlamətləri mövcuddursa, cinayət işi başlanacaq, aydın məsələdir. Amma o xüsusi qərar, yenə deyirəm, o xüsusi qərar elə qərardır ki, o qanunvericiliyin tələblərinin pozulmasına yol verən şəxslərin, subyektlərin tənbih edilməsini nəzərdə tutan qərardır. Vəssalam, yəni o bizim dediyimiz cinayətin əlamətlərini aşkar etdiyi hallarda məhkəmənin ya istintaq orqanının qəbul etdiyi qərar xüsusi qərar deyil. Ona xüsusi qərar deyilmir. Adicə qərardır, sadəcə bir qərardır. Deməli, birinci sualımızın cavabı B-dir. 4 səbəb var. Əslində o səbəbləri yenə deyirəm, xırdalamaq da olar. Məsələn, 204-cü maddədə fiziki şəxslərin məlumatlarına könüllü gəlib təqsirini boynuna alma da var. Əslində, yəni belə hallar da var. Yeri gəlmişəm, bununla bağlı bir məqamı demək istəyirəm. Konstitusiya Məhkəməsinin qərarı var. 59 Cinayət Məcəlləsinin 59.1.9.1.10-cu maddələrinin şərh edilməsi ilə bağlı. Bir də 60-cı maddənin eyni qərarda şərh olunub. Konstitusiya Məhkəməsinin qərarında könüllü gəlib təqsirini boynuna alma ilə bağlı belə bir mövqe var ki, şəxs könüllü gəlib, şəxsən könüllü gəlməlidir. Təqsirini boynuna alanda da, məsələn, cinayət əməlini törədib, cinayəti etiraf etmək məqsədi ilə şəxsən cinayət təqibi orqanına gəlməlidir və bu halda bu könüllü gəlib təqsirini boynuna alma hesab edilir. Könüllü gəlib təqsirini boynuna alma cəzanı yüngülləşdirən haldır. 59.1.9-cu maddəyə görə cəzanı yüngülləşdirən haldır. İndi bu yüngülləşdirən hal sayılır, sayılmır. Əgər könüllü gəlib təqsirini boynuna alma kimi qiymətləndirilməlidirsə, onda cəzanı yüngülləşdirən hal kimi nəzərə alınacaq. Konstitusiya Məhkəməsinin qərarında yanlış mövqe nədən ibarətdir? Yəni, Konstitusiya Məhkəməsinin mövqeyi belədir ki, şəxsən gəlməlidir. Şəxsən gəlməlidir, cinayət təqibi orqanına və cinayətini etiraf etməlidir, könüllü təqsirini boynuna almalıdır. İndi bizdə belə adlanır da, könüllü təqsirini boynuna alma. Əslində, cinayət törətdiyi cinayəti etiraf etməlidir. Təqsirini boynuna alma bir qədər o mübahisə doğuran məsələdir, polemika doğuran məsələdir. Amma o bir qədər elmi məsələdir də, bizə daha çox başqa məsələlər lazımdır. Onun mübahisəsi başqa müstəvidə olmalıdır. Yəni, şəxsən gəlib, Konstitusiya Məhkəməsinin mövqeyi belədir ki, şəxsən gəlib təqsirini boynuna almalıdır. Bəlkə şəxsən gəlməyib evindən telefonla məlumat verir. Gəlməyə imkanı yoxdur. Bəlkə sağlamlığı elə vəziyyətdədir ki, səhhəti o gəlməyə imkanı yoxdur. Götürür, nə bilim, elektron poçtuna müstəntiqin məktub göndərir ki, filan vaxtı, filan yerdə filan cinayəti törətdim, filan kəsi öldürdüm və s. və s. Yəni, cinayəti etiraf edir. Amma Konstitusiya Məhkəməsinin qərarında şəxsən gəlməlidir. Şəxsən gəlməlidir. Fiziki mənada gəlməlidir. Başa düşürsünüz? Mənə elə gəlir ki, bu yanlış mövqedir. Çünki başqa cürdə məlumatı ötürmək könüllü təqsirini boynuna alma kimi qiymətləndirilməlidir və cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Mən belə düşünürəm. Siz necə düşünürsünüz? Yox. Səsin çox bir dəfə sayı az oldu. Səs sayı az oldu. Bilirsiniz, bu nəyə bənzəyir? Məsələn, mən təqribən yadımdadır, elə EBA-nin təşkil etdiyi tədbir idi. 72-ci maddə ilə bağlı bizim müzakirə var idi. Çox adam gəlmişdi, Konstitusiya Məhkəməsindən, müxtəlif yerlərdən gəlmişdilər, orqanlardan. Deməli, 72-ci maddə belədir, səmimi peşmanlıqla bağlı cinayət məsuliyyətindən azad etmədir. İlk dəfə böyük ictimai təhlükə törətməyən şəxs könüllü gəlib təqsirini boynuna aldıqda, cinayət nəticəsində vurulmuş zərəri ödədikdə, yaxud başqa cür aradan qaldırdıqda, cinayətin üstünün açılmasına fəal kömək göstərdikdə və s. belə hallar sadalanır, vergi ilə ayrılıb bunlar, şəxs cinayət məsuliyyətindən azad edilə bilər. İndi Konstitusiya Məhkəməsi əslində ona da münasibət bildirdi, həmin qərarında, sağ olsun, müsbət münasibət bildirdi. Yəni, deməli belədir, şəxsi cinayət məsuliyyətindən azad etmək üçün səmimi peşmanlıqla bağlı könüllü gəlib təqsirini boynuna almada olmalıdır, yəni şəxsən gəlməlidir. Onda mübahisə yarandı ki, mütləq gəlməlidir. Çox adam deyir ki, mütləq şəxsən gəlməlidir, gəlməsə olmaz. Aydındır da, yəni o təbii bir şeydir, başa düşüləndir. Məntiqi baxımdan onun başqa cür anlamı yoxdur. Sadəcə, könüllü gəlib təqsirini boynuna almalıdır, üstə gəl, cinayətin açılmasına, üstünün açılmasına fəal kömək göstərməlidir, vurulmuş zərəri aradan qaldırmalıdır. Qanunverici bunu vergüllərlə ayırıb,
ayrı. Ona görə də oxucuda yaxud kimsə bununla tanış olursa maddi ilə deyir ki, bu halların 3-ü də, 4-ü də, 5-i də hamısı olmalıdır ki, şəxsi məsuliyyətdən azad ediləyəsən. Amma sağ olsun, Konstitusiya Məhkəməsi öz qərarında göstərdi ki, bu hallardan biri və ya bir neçəsi olduqda da şəxsi məsuliyyətdən azad etmək lazımdır. Amma təcrübə həmişə ağır istiqamətdə formalaşır. Nəsə, vahid mövqe yoxdursa, təcrübədə, nəzəriyyədə, vahid mövqe yoxdursa, bizim məhkəmə təcrübəsini nəzərdə tuturam, istintaq məhkəmə təcrübəsi, həmişə ağır tərəfini götürürlər. Yəni, yükün, belə deyək də, o yüngülləşdirici tərəfini götürmürlər. Çünki kiməsə bu xeyri var da, yəni cinayət törədən şəxsə, yaxud zərər çəkmiş şəxsə. Amma ağır tərəfinə girişirlər. Ona görə məhkəmə təcrübəsi 72-ci maddi ilə bağlı elə o istiqamətdə formalaşmışdır. Halların hamısı olanda cinayət məsuliyyətindən azad etmə. Düzgün deyil axı. Qanunverici indi yol verib də. Əslində, qanunda belə hallara yol verilməsi, o qanunun ruhu var da, qanunun ruhu. Siz yəqin ki, kitabları oxumusunuz, hüquq ədəbiyyatı, yaxud fəlsəfi ədəbiyyatda. Məsələn, Hegelin əsəri var, qanunların ruhu. Əslində, qanunun ruhu sənə başqa şey deyir. Deyir ki, bunun biri də olsa sən bunu götürə bilərsən. Nə olsun ki, vergüllərlə ayrılıb, və ya ilə ayrılmayıb. Ona və ya bağladıcını. Ona görə bu qanunun ruhu nöqteyi nəzərdən də yanaşmaq mənə elə gəlir ki, daha doğru olardı. İkinci sualımız. Cinayətçinin başlanması bir qayda olaraq kimlərin səlahiyyətinə aiddir? Dördüncü cavab da. Dördüncü cavab. Təhqiqatçı, müstəntiq, prokuror. Tamamilə doğrudur. Başqa fikir olan yoxdur da? Qardaş, məhkəmə cinayət təqibi orqanı olmadığına görə o cinayət üçün başlanma. Əslində, keçən dəfə yox, aydındır. Əslində, keçən dəfə bu məsələyə biz toxunduq. Keçən dəfəki dərsimizdə də belə bir sual mövcud idi. Cinayət işi üzrə icraatın başlanması. Nəsə, belə bir sual mövcud idi ki, məhkəmə də bu subyektlərin içərisindədir. Mən sizə izah elədim, səhv eləmirəmsə, siz də mənlə razılaşdınız. Bilənlər, yaxud bilənlər də razılaşdı, bilməyənlər də razılaşdı. Məhkəmə cinayət işinin başlanması haqqında qərar qəbul edir anlayışı yoxdur cinayət prosessual qanunvericilikdə. Cinayətçi başlayır, deməli, təhqiqatçı, müstəntiq, prokuror. Səlahiyyətinə aiddir yalnız bu şəxslərin. Amma məhkəmə cinayət xüsusi ittiham qaydasında təqib olunan cinayətlərdə burada ibtida araşdırma yoxdur axı. Məhkəməyə də icraat mərhələsi yoxdur bu cinayətlərin təqibi üzrə icraatda. Məhkəmə bu halda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi barəsində qərar qəbul edir. Bu bərabər tutur cinayət işi başlama haqqında qərara. Amma əslində mahiyyət etibarı ilə məhkəmə burada belə deyək də prosesi hərəkətə gətirmək üçün bir vasitəyə çevrilir, bir mexanizm rolunu oynayır. Şikayət olmasa o prosesi heç vaxt başlaya bilməz. Məcburdur. Şikayət gəlibsə və orada əsas varsa mütləq həmin qərarı qəbul etməlidir. Qanunverici də məhkəməyə cinayət təqibini həyata keçirən subyekt statusu vermədiyinə görə o qərarın adını dəyişib başqa cür qoyub. Əslində cinayət işi üzrə icraat həmin qərarla başlayır əslində. Amma cinayət işinin başlanması haqqında məhkəmə qərar qəbul etmək səlahiyyətinə malik deyil. Formal mənada bu belə qəbul edilməlidir. İkinci sualımızın cavabı C-dir. Dördüncü. Üçüncü sual. Cinayətçinin başlanması və ya başlanmasının rədd edilməsi bir qayda olaraq neçə gün ərzində həll edilməlidir? Üçüncü cavab doğru cavabdır. 3, 10, 20. Əslində, aşkar cinayət olanda dərhal başlanmalıdır, dərhal başlanacaq. Amma aşkar cinayət deyilsə, 207 ikinci maddəyə görə, aşkar cinayət deyilsə, bu halda cinayət işinin başlanması üçün əsasın müəyyən edilməsinə əgər 3 günə qədər vaxt lazımdırsa, onda 3 gün kifayət eləyəcək. Yox, əgər bu mümkün deyilsə, 3 gün ərzində o əsasların aşkar edilməsi 10 günə qədər bu davam edə bilər. Ekspertiza rəyinin alınması üçün isə 20 gün müddətində davam edə bilər. Bununla bağlı sizə bir məqamı mən istəyirəm deyəm.
Bizim cinayət prosessual qanunvericiliyə görə cinayət işinin başlanmasına qədər yalnız bir istintaq hərəkəti həyata keçirilə bilər. Hadisə yerinə baxış. Bu haqda səhv eləmirəmsə biz danışmışıq. Bir qədər dərinləşdirmək istəyirəm bu məsələni. 207 ikinci maddədədir. Bax bu 3, 10, 20 günlərlə bağlıdır. Orada yazılıb ki, 207 ikinci maddədə ekspertiza rəyinin alınması üçün 20 gündən artıq olmayan müddətdə cinayət işi başlanmalıdır. Yəni, belə çıxır ki, məsələn, tutaq ki, bədən xəsarətləri var, sağlamlığa yetirilən zərərlə bağlı cinayətlər törədilib, ya həyatdan məhrum etməklə bağlı cinayət törədilib. Burada mütləq 140-cı maddəyə görə bəzi sübutlar əsasında müəyyən edilən hallardır. Ölümün səbəbidir, bədən xəsarətlərinin ağırlıq dərəcəsi və xarakteridir və s. Bu hallarda ekspertiza mütləq keçirilməlidir, yəni məcburidir. İndi belə hadisə baş veribsə, mütləq bunu müstəntiq hara göndərir? Ekspertizaya göndərməlidir. Ekspertiza təyin etməlidir, göndərməlidir. Əslində, məhkəmə təcrübəsində bu formalaşmadığına görə bunu belə eləyirlər. Ekspertiza cinayət başlanmayıb axı. Cinayət başlanmayıb, sən ekspertiza təyin edə bilməsən. İstintaq və digər bəzi istisnalarla istinad və digər prosessual hərəkətləri həyata keçirmək hüququ verilmir. Hadisə yerinə baxışdan başqa. Ekspertizanın keçirilməsi üçün də cinayət işi başlanmalıdır. Cinayət işi başlama haqqında qərar olduqdan sonra ekspertiza təyin edilə bilər. Amma bu bədən xəsarətidir, ölümün səbəbini müəyyən etməkdir və s. Çünki cinayət işi başlayasan sənin üçün əsas lazımdır. Cinayət işi başlamaq üçün əsas. Yəni, əməldə cinayət tərkibinin əlamətlərini olub-olmadığını müəyyən etmək üçün yoxlama aparırsan. Həmin yoxlama üçün sənə ekspertiza lazımdır, keçirilməlidir, sənə rəy təqdim olunmalıdır. Sən bilməlisən ki, burada ölümün səbəbi zorakılıqdır, kənar təsirdir və s. Ya bədən xəsarətlərinin ağırlıq dərəcəsini müəyyən etməkdir cinayət işi başlamaq üçün konkret maddi ilə. İndi burada belədir. Məhkəmə təcrübəsi belə formalaşıb bizdə. Çünki cinayət işi başlanana qədər ekspertiza keçirilə bilməz və bu mövqedən yanaşanda məhkəmə istintaq təcrübəsi belə formalaşıb. Həmin materialları göndərirlər ekspertiza idarəsinə. Amma alınan yekunda tədqiqatın nəticəsi, ekspertiza tədqiqatının nəticəsində oradan sənəd almalıdırlar. Bu olmalıdır, cinayət işi başlanandan sonra ekspertin rəyi, ekspertiza rəyi. Amma cinayət işi başlama haqqında qərardan sonra yalnız keçirilə bilər ekspertiza. Bu məntiqlə yanaşanda istintaqda düşünürlər ki, burada ekspertiza rəyi ola bilməz, çünki cinayət işi yoxdur. Ekspertiza da yoxdur. Cinayət işi başlama haqqında qərar yoxdur, deməli ekspertiza da ola bilməz və nəticədə məntiqlə ekspertiza rəyi də ola bilməz. Ona görə də oradan gələn sənədin adı təcrübədə olur. Məhkəmə tibbi müayinə aktı. Məhkəmə tibbi müayinə aktı. Yəni, ekspertiza rəyi yoxdur, çünki ekspertiza təyin oluna bilməz təcrübədə. Amma 207 ikinci maddədə, bizim 207 ikinci maddədə məcəllənin yazıb ki, ekspertiza rəyinin alınması üçün cinayət işi başlamaq üçün müddət 20 gün də ola bilər. Yəni, mən göndərirəm, müstəntiqə göndərirəm ekspertizaya, ölümün səbəbi müəyyən olunub, gəlir ekspertiza rəyi ilə, yazıb ekspertiza rəyinin alınması üçün. Siz fikir verin ifadəyə. Ekspertiza rəyinin alınması üçün 20 gündən artıq olmayan müddət qanun bizə imkan verir ki, cinayət işi başlama haqqında müddəti müəyyənləşdirək. Yəni, ekspertiza rəyinin alınması. Qanun bu maddədən belə çıxır ki, biz cinayət işi başlanana qədər hadisə yerinə baxışla bərabər ekspertiza təyin edə bilək. İstintaq ekspertiza təyinləsin. Yeri gəlmişsə, sualı yadında saxla. Rusiyanın cinayət prosessual qanunvericiliyində ekspertizanın təyin olunması cinayət işi başlanana qədər də mümkündür. Amma bizdə yox. Bizdə yox. Vəssalam. Yəni, demək istəyirəm ki, 207 ikinci maddədən, məsələn, mən müstəntiq olsam, ekspertiza təyin edərəm. Sual verilsə, mən 207 ikinci maddəni göstərərəm ki, burada icazə verilir. Ekspertiza rəyinin alınması üçün icazə verilir. Cinayət işi başlanana qədər şahidlər dindirmək olar. Yox, dindirmə istintaq hərəkətidir. Mümkün deyil. Hadisə yerinə baxışdan başqa istintaq hərəkəti həyata keçirilə bilməz. Məncə belə, mənim mövqeyim belədir. İndi bilmirəm, sizin mövqeyiniz necədir? 207 ikinci maddəyə baxsanız, görəcəksiniz ki, elədir, elə yazılıb. Ekspertiza rəyinin alınması üçün 20 gün. Deməli, üçüncü sualımızın cavabı C. Üçüncü cavab. Dördüncü. Cinayət haqqında məlumat verən şəxsə hansı hallarda bilə-bilə yalan xəbərçilik etməyə görə məsuliyyət haqqında xəbərdarlıq edilir? B bəndi. 16 yaşına çatmışsa,
Çünki bu cinayətin subyekti 16 yaşına çatmış şəxslər ola bilərlər cinayət qanunvericiliyinə görə. 4-cü sualımızın cavabı ikinci B. 5. Niyə? 4-cü cavab B-dir. 4-cün cavabı B. Hə, 5-ci sual. 5-ci sual. Cinayət haqqında fiziki şəxslərin məlumatları hansı formada olmalıdır? Şifahi formadadsa, istintaq zamanı olanda bu istintaq hərəkətinin ya məhkəmə hərəkətinin protokolunda qeydiyyata alınmalıdır. Protokola daxil edilməlidir. 6. 5-ci sualımızın cavabı 4-cü cavabdır. C. 6. Kütləvi informasiya vasitələrinin məlumatları hansı hallarda cinayətin başlanması üçün səbəb ola bilər? Və onları təsdiq edən sənədlər olduqda. Dərc edilmədikdə redaksiya materialları istintaq orqanına göndərməlidir, cinayət təqibi orqanlarına göndərməlidir, borcudur, yəni vəzifəsidir cinayət prosessual qanunvericiliyə görə. 6-cı sualımızın cavabı A. 7. Cinayətin başlanmasından əvvəl hansı qətimkan tədbirləri tətbiq etmək olar? Qanun buna icazə vermir. Qətimkan tədbirləri olmaz. Digər prosessual məcburiyyət tədbirlərindən tutulma və s. tətbiq oluna bilər, amma qətimkan tədbirləri... düz deyil. Belə çevirmək. 8-ci sual. 7-ci sualın cavabını hamı qeyd elədi. Oldu A, bəli. 8. Cinayətçinin başlanmasından əvvəl hansı prosessual məcburiyyət tədbirlərini tətbiq etməlidir? Tutulma, təbii. 8-ci sualımızın cavabı A-dır. Prosessual məcburiyyət tədbirlərindən tutulma tətbiq edilə bilər. 9. Cinayətçinin başlanmasından əvvəl hansı istintaq hərəkətlərinin aparılması mümkündür? C bəndi. Hadisə yerinə baxış. Mən bura ekspertizanı da əlavə edərdim. Ekspertiza eləyək, amma əsas düz cavab hansıdır? Düz cavab C. Düz cavab C. Amma mən ekspertiza yazaram, bu sual mənim üçün keçmək üçün o sualın doğru olması kifayət eləsə, verərəm məhkəməyə. Aydındır. Verərəm məhkəməyə, məhkəmədə sübut eləyərəm ki, həqiqətən də belə ola bilər. Siz 207-ci maddəyə baxsanız, oradan dəqiq görəcəksiniz. Kitab varsa sizə məcəllər. Davam edək. 10-cu sual. Cinayət başlama mərhələsində neçə növ qərar qəbul edilə bilər? 3. Bəlkə 4. Cinayət başlama haqqında qərar, cinayət başlamanın rədd edilməsi haqqında qərar, istintaq aidiyyatı üzrə göndərmə haqqında qərar, məhkəmə aidiyyatı üzrə göndərmə haqqında qərar. Xüsusi ittiham qaydasında əgər təqib olunan cinayətsə, məhkəmə aidiyyatı üzrə göndərəcəyik. 4 qərar. Onun sualımızın cavabı 4. B bəndi. 4 qərar qəbul oluna bilər. 11. Əməliyyat axtarış fəaliyyətinin nəticələri cinayətin başlanması üçün səbəb ola bilərmi? Ola bilər. Ola bilər, əlbəttə ola bilər. 137-ci maddəyə görə ola bilər. İndi görək cavablarımızın hansı doğrudur? Sonuncu cavab daha doğru cavabdır. Cinayət təqibini həyata keçirən orqan tərəfindən bilavasitə aşkar edilən hallara, yəni 208-ci maddəyə nəzərdə tutulmuş hallara. Necə? Yox. Burada prokurorun razılığı tələb olunmur ki, əsas odur ki, o maddi tərəfi doğru olsun. Yəni, fakt mövcuddur hansı hallarda. C deyilmədim daha. Bəli, 4-cü cavab. 11-də cavabımız, doğru cavabımız 4-cü C. Hansı maddə istinad edilir? 208-ci maddəyə istinad edək. 12. Cinayətçinin başlanması haqqında məlumat prokurora neçə saat ərzində verilməlidir? 24. C. Axırıncı cavab. C. 13. Şəxsin qanunsuz olaraq azaldan məhrum edilməsi halı aşkar edildikdə cinayətçi ən gecə neçə saat ərzində başlanılmalıdır? Dərhal başlanmalıdır. Söhbət qanunsuz olaraq azaldan məhrum etmə cinayət əməlidir. Qanunsuz olaraq azaldan məhrum etmə, yəni hakimin kimisə qanunsuz azaldan məhrum etməsindən söhbət getmir. Yəni 145-ci maddədə nəzərdə tutulmuş cinayət törədilib. Cinayət məcəlləsinin 145-ci maddə. Qanunsuz azaldan məhrum etmə. Şəxsin tutulması ilə bağlı söhbət gedir. Yəni, qanunsuz azadlıqdan məhrum edir. Kimsə götürüb, kimsə qoyub otaqda qapısı bağlayıb da qanunsuz azadlıqdan məhrum edir. O cinayət əməli ilə bağlı. O cinayət əməli törədilibsə, onda cinayət işi necə başlanır müddət? Dərhal başlanır. Yox, 209-cu maddəyə görə dərhal başlanmalıdır. Bəli.
209-cu maddədə yox, bir dənə o deyil. Aşkar zorakılıq əlamətləri ilə meyit aşkar edildikdə, terrorçuluq faktı aşkar edildikdə və s. 209-cu maddədə cinayət işinin dərhal başlanmasının əsasları göstərilir. Bəli, bəli. Bu cinayətin də adı çəkilib, yəni oradan seçilmiş bir sualdır. 209-cu maddədən bir əsasın götürülüb, seçilib, belə sual tərtib edildiyi haldır bu. Deməli, 13-cü sualda cavabımız A. Dərhal başlanmalıdır. 209-cu maddəyə görə. 14-cü sual. Təhqiqatçının cinayət işinin başlanması qərarını kim təsdiqləməlidir? Tamamilə doğrudur. Təhqiqatçı cinayətin əlamətlərini göstərən fakt aşkar edildikdə cinayət işi, yəni səbəb olduqda, əsas olduqda cinayət işi başlama haqqında qərar qəbul edə bilər. 14-cü sualımızın cavabı C. 4-cü cavab. 15. Müstəntiq cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı barədə prokurora neçə saat ərzində məlumat verməlidir? 24 saat. A. 15-də cavabımız A. 16. Cinayət işlərinin birləşdirilməsi kimlərin qərarı əsasında mümkündür? Yox, məhkəmə, təbii. 4-cü cavab. 16-cı sualda doğru cavab 4. C. Hansı cavab oldu? Prokuror, müstəntiq məhkəmə. 17-ci sual. Cinayət işlərinin ayrılması kimlərin qərarı əsasında mümkündür? Yenə də. Olduğu kimi. C. 17-ci. 18. Təhqiqatın neçə növü var? 2. 2. İbtidai istintaqı məcburi olan cinayət işlərinin təhqiqatı, təxirə salınmaz istintaq hərəkətləri formasında təhqiqat, bir də bəzi böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə sadələşdirilmiş icraat formasında təhqiqat. 2 olur. Çox saydım da, adları böyükdür. Təxirə salınmaz istintaq hərəkətləri formasında təhqiqat, belə deyək də, ibtidai istintaqı məcburi olan təxirə salınmaz istintaq hərəkətləri formasında təhqiqat 1. Bir də böyük ictimai təhlükə törətməyən bəzi aşkar cinayətlər üzrə sadələşdirilmiş icraat formasında təhqiqat. Bizim bəzi insanlar olur, məsələn, televiziyada çox tez-tez çıxış edirlər. Özdə cümlə düzdür, ha. Cümlə başlayır da, xəbəri, mübtədası, ikinci dərəcəli üzvlər hamısı uzlaşır. Amma cümlə bir də görsə, yalan olması bir dəqiqə bir cümləni söyləyir, qurtarmaq bilmir. Amma hər şeydə yerində olur. Mən belə adamlara tez-tez televiziyada rast gəlirəm, çıxış eləyəndə qulaq asıram. Hətta adını demək istəmirəm. 19C. Mənim 19-da əslində düzgün cavab var, amma C ən doğrudur məncə. C ən doğru cavabdır. Təhqiqat orqanı. Daxili İşlər, Milli Təhlükəsizlik, Gömrük və Vergi. Ən doğru cavab C cavabıdır, 19. Yox. Hə, ədliyyə orqanı istintaq orqanıdır. Ədliyyə orqanları istintaq orqanlarıdır. Bizim cinayət prosessual qanunvericiliyə görə 214-cü maddəyə görə Nazirliyində təhqiqat idarəsi var. Sonradan yaratdılar. Bircə dəqiqə. Deməli, bizim cinayət prosessual qanunvericiliyə görə təhqiqatı hansı orqanlar aparır, subyektlər? İbtidai istintaqı hansı orqana aiddirsə cinayətin, işinin, hansı cinayətlərin istintaqı hansı orqana aiddirsə, o təhqiqatı da həmin cinayətlər üzrə həmin orqanlar aparır. Ədliyyə Nazirliyinin bir cinayət üzrə 196 birinci maddi ilə bağlı istintaq aparmaq səlahiyyəti var. Amma cinayət prosessual qanunvericilikdə ədliyyə orqanları təhqiqat orqanları sırasında sadalanmır. Yəni, o cinayətin istintaqı var, amma təhqiqatı ədliyyə orqanına aid deyil. Yəni, ədliyyə orqanı təhqiqat orqanları sırasında adı çəkilmir. Yəni, bizim cinayət prosessual qanunvericiliyin qüvvəyə minməsi haqqında qanun var, tətbiqi haqqında fərman var. Onlarda ədliyyə orqanları, Ədliyyə Nazirliyi sayılmır təhqiqat orqanları sırasında, amma istintaq orqanıdır. Müdafiə Nazirliyi Təhqiqat orqanı var. Müdafiə Nazirliyi ən böyük təhqiqat orqanlarından biridir. Yəni, ədliyyə sayılmır. Hə, ədliyyə sayılmır. 19-a cavabımız C-dir. Təhqiqat orqanı deyil ədliyyə orqanı, istintaq orqanıdır. 19-cu sualda cavabımız, doğru cavabımız C. 20. Təhlükəsizlik orqanlarının səlahiyyətinə aid olan işlər üzrə hərbi hissələrdə təhqiqatı kim aparır? Milli Təhlükəsizlik orqanları, B bəndi. 20-də cavabımız B, doğru cavab. 21. Qanunvericiliyə görə neçə istintaq orqanı var? 8-dir. 8-dir. Prokuroru birinci bura daxil eləyək. Daxili işlər, milli təhlükəsizlik, gömrük, vergi, ədliyyə,
Bir də fövqəladə hallar sərhəd xidməti. 8 oldu. Yəqin ki 8 olar. Artıq deyil ki, daha doğrusu əski deyil ki artıq saydıq. Prokurorluq, prokurorluq orqanları, daxili işlər, milli təhlükəsizlik, gömrük, vergi, ədliyyə, gömrük, vergi, ədliyyə, fövqəladə hallar. Biri qaldı, deməli, yox, dövlət sərhəd xidməti. Bəli, dövlət sərhəd xidməti. 8 oldu. Gözəl. 19-cu sualımızın cavabı C-dir. Niyə? 20, daha doğrusu 21-də, lənət şeytana. Qanunvericiliyə görə neçə istintaq orqanı var? 8. 22. 22 C'dir, 10 gün. Təhqiqatın müddəti 10 gündür. Hər iki təhqiqatın müddəti 10 gündür. Hər iki. Yəni təhqiqatın 2 növü var, bayaq sadaladık. Təxirə salınma istintaq hərəkətləri formasında təhqiqat, o da 10 gün ərzində yekunlaşmalıdır. Bir də sadələşdirmə icraat formasında təhqiqat 10 gün ərzində yekunlaşmalıdır. Davam edək. İstintaq aidiyyatının necə? Bunlar hamısı nəzəri suallardır. Bunların üzərində çox dayanmayaq. Növ aidiyyatı var, ərazi aidiyyatı var, sonra əlaqəli aidiyyat var. B bəndi 3 yazar. Bu nəzər sualıdır. 23-cü sualımızın doğru cavabı B 3. 24. Cinayət işinin bir istintaq orqanından başqasına verilməsi mümkündür. Mümkündürmü? Müstəsna hallarda mümkündür. C. 24-cü sualımızın cavabı C. 25. İbtidai araşdırma nədir? İbtidai istintaq və təhqiqat növündə məhkəmədə aparılan icraat. Aydındır. İbtidai istintaq və təhqiqat. Cavabımız B. 25-də cavabımız B. 26. Az ağır cinayətlər üzrə ibtidai istintaqın müddəti. Az ağır, ha. Az ağır. 3 ay. 3 ay. Az ağır 3 ay. Az ağır cinayətlər üzrə ibtidai istintaqın müddəti ilk dəfə neçə aya qədər uzadıla bilər? 2 ay. 2 ay. Doğru. Birinci dəfə 2 ay. 27-ci sualda cavabımız, doğru cavabımız B-dir. 28-də böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə ibtidai istintaqın müddəti. Yox. 2 ay. Uzadılanda 1 ay olur. Doğru. Böyük işlərdən ondan 2 aydır. Bəli. Birinci dəfə, yəni ilkin istintaq müddəti, bəli, 2 aydır. 28-də cavabımız B. 29-da dedik. 29-da 1 aydır. 29-da cavabımız A. 30. İbtidai istintaqın son müddəti nə qədər ola bilər? C bəndi. Cinayət məhsulunun tələbə müddəti başa çatana qədər. C bəndi. Cavabların içərisində ən doğrusu odur. 4-cü cavab 30. Son müddəti nə qədər olar? Əslində son müddət deyəndə, yəni o konkretləşdirilmiş müddətdən söhbət getmir. Yəni qanunda yazılan müddət deyil ki bu. Aydındır, 2 aylıq müddət, əgər tutaq ki, xüsusilə ağır cinayətdir, uzatma ilə gəlib çıxıb 1 il 6 aya, 18 aya tutaq ki də, gəlib 18 aya, 18 ay başa çatmamış məsuliyyətə cəlb etmə müddəti başa çatıbsa, deməli, ibtidai istintaqında son müddəti olmalıdır. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin başa çatması. Bununla da şəxsin məsuliyyətdən azad olunması üçün. İstəyirdi bu da hesabı maksimum 1 il 6 ay, 18 ay. Bəli, xüsusilə ağır cinayətlər üzrə. Uzatma ilə gələndə maksimum. Ən maksimum. Bəs onda o nədir? Əgər bu cinayət məsuliyyətə cəlb etmə müddətini başa çıxarırsa? Uzadılan dövrdə əgər, əslində elə olmur. Məsələn, uzatma belə də təcrübədə. Uzatma gözü yumub uzatmırsan ki, qərar qəbul eləmirsən ki, uzadanda baxacaqsan, uzatma haqqında vəsadət verəndə baxacaqsan. Məsuliyyətə cəlb etmə müddətinin başa çatmasına nə qədər qalıb? Yəni 75-ci maddədə göstərilmiş 2 il, 7 il, 12 il, 15 illik müddətin başa çatmasına nə qədər qalıb? Həmin müddət başa çatana qədər uzatma sən verməyəcəksən axı. İstintaqı tez yekunlaşdırıb göndərməlisən məhkəməyə. Çünki cinayət məsuliyyətinə cəlb etmə müddəti başa çatır. Bəli, bir də şey dəqiqləşdim. Onda 2 cavab olarsa, 18 ayda yazılarsa, onda biz 18 ay seçməliyik də. İbtidai istintaqın son müddəti nə qədər ola bilər? Əslində ibtidai istintaqın son müddəti. Bizə sual verirsə xüsusilə ağır cinayətlər üzrə onda 18 ay seçəcəyik. Burada heç nə verilmir, o pişi götürür. Ümumi sual veriləndə, ümumi cavab qoyulanda elə götürməliyik. Amma belə konkretləşdirmədə onu götürə bilməyəcək, konkret rəqəm. Üzrəsin, nə qədər ola bilər? O demir olmalıdır. Yəni maksimum nə qədər ola bilər?
Əslində sualla cavab arasında bir qədər, bir qədər. Şimdi biz də bilirik ki, maksimum 18 ay ola bilər. Aydın, doğru. İçində ağacına. Doğru. 30-cu sualda doğru cavabımızı C qeyd edək, 4-cü cavab. 31. İbtidai istintaqın qurtarmasının neçə forması var? 3 forması var, B. İbtidai istintaq qurtarma, yəni hansı qərarla qurtarır? Söhbət ondan gedir, yəni forma. Rəqəm düşür konkret. Bu nəzəri sualdır, amma bunun bu cür sual yox, bu cür sual düşməz, amma məsələn sual düşə bilər ki, ibtidai istintaq hansı aktlarla yekunlaşır, hansı aktlarla başa çatır. Onda sənin sualın nəzəri sualdan bu form sadalanmalardan, təsnifat rəqəmlə sadalanmadan keçəcək mahiyyəti üzrə. 3 formada başa çatır. İttiham aktının tərtib edilməsi, məhkəməyə göndərilməsi haqqında qərarla, cinayət işi üzrə icraata xitam vermə haqqında qərarla, bir də tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üçün icraat materiallarının məhkəməyə göndərilməsi haqqında. Cavabımız deməli 31-ci sualda cavabımız B-dir. 3. 32. İş üzrə verilmiş vəsadətlərə müstəntiq neçə gün ərzində baxmalıdır? 5 gün ərzində. C. 32-də cavabımız C. Cinayətin törədilməsinə şərait yaradan halların aradan qaldırılması üçün tədbirlər görülməsi haqqında müstəntiqin təqdimatına baxılmasının nəticələri barədə neçə gün ərzində müstəntiqə cavab verilməlidir? 1 ay. 1 ay. Tamamilə doğrudur. 33-də cavabımız B. 34. Kimlərə ibtidai araşdırma məlumatlarının yayılmasının yol verilməliyi barədə müstəntiq xəbərdarlıq edir? Yox, biz nəyə baxırıq məsələn? Təqsirləndirilən şəxsə olmaz. Təqsirləndirilən şəxsə aid deyil bu. B, C, C-də yoxdur təqsirləndirilən, daha doğrusu var. Ona görə də cavabımız A. 34-də cavabımız A. Təqsirləndirilən şəxsə aid deyil. 35. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar neçə hissədən ibarətdir? Bu da rəqəmdir, 3 hissə, giriş, təsviri əsaslandırıcı və nəticə hissələrindən. 35-ci sualımızın cavabı B. Bəli, ikisi birdir. Təsvir əsaslandırma o əsas hissəsidir də. Nə oldu ki, mən B oldu? B oldu. 35-də cavabımız B oldu. 36. İttiham bir qayda olaraq təqsirləndirilən şəxsə neçə saat ərzində elan olunmalıdır? Deməli, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar çıxarıldıqdan dərhal sonra, amma 48 saatdan gec olmayaraq, yaxud tutulduğu, təslim olduğu anda dərhal, həmin gündən gec olmayaraq elan edilməlidir. 36-cı sualda cavabımız C, 48. 37-ci sual. İbtidai istintaq zamanı elan edilmiş ittiham neçə dəfə dəyişdirilə bilər? Göstərilməyib o şey. Yoxdur. 2 dəfə yoxdur, 3 dəfə, 4 dəfə. Göstərilməyib, amma dəyişə bilər. Əlbəttə dəyişə bilər. 37-ci sualda cavabımız A. Qanunda göstərilməyib. 38. 16 yaşdan yuxarı olan yetkinlik yaşına çatmamış şahidlərin dindirilməsi zamanı kimlərin iştirakı məcburidir? 16 yaşdan yuxarı, 16 yaşa dək deyil. 16 yaşdan yuxarı. Qanun bunu tələb etmir. Qanun tələb etmir. Bəli. 38-də cavabımız C, 4-cü cavab, doğru cavab. 39. Yetkinlik yaşına çatmayan şahidin qanuni nümayəndəsi dindirmədə iştirak edən zaman suallar verə bilərmi? Verə bilməz. Müstəntiqin icazəsi ilə verə bilər. Qanun nümayəndə verə bilər. Nümayəndə verə bilməz, amma qanun nümayəndə müstəntiqin icazəsi ilə verə bilər. Çatmayan şahidin dindirilməsi qanun nümayəndəsi. Necə? Başa düşən kimi izah edir. Sualı qanuni nümayəndə. Şahidin qanuni nümayəndəsi. Yox, şahidə. Şahidə, təbii. 39-da cavabımız B. Doğru cavabımız. 40. Yetkinlik yaşına çatmış şahidin nümayəndəsi dindirmədə iştirak edən zaman şahidə suallar verə bilərmi? C bəndi. Qanun buna icazə verir. 40. 40-da cavabımız, doğru cavabımız C-dir. 3-cü cavab. 41. Şahidin dindirmə protokolunu kimlər imzalayır? Şahid, müstəntiq, Tərcüməçi varsa tərcüməçi. Nümayəndə yox. Tərcüməçi varsa tərcüməçi. Mütləq tərcüməçi olmalı. C bəndi. 41 C. 42. Nümayəndə imzalamaq onda iştirakın nə əhəmiyyəti olur?
Hüquqlar pozulmasın. Nümayəndə praktikada qanun tələb eləmir. Qanun tələb eləmir. Yəni mümkün amma imzalamaq. Əlbəttə mümkün. Tələb yox. Tələb yox. Ya daha doğrusu qanun həm tələb eləmir, həm də qadağan etmir. Başa düşdünüz? Yəni qanunda yazılmır ki, imzalaya bilməz. Belə müddəa yoxdur. Amma tələb də yoxdur ki, imzalamalıdır. Hə, məhdudiyyət də yoxdur, tələb də yoxdur. Ona görə də biz belə götürürük ki, 41-ci sualda cavabımız C. Şahid müstəntiq əgər tərcüməçi iştirak edirsə, tərcüməçi. 42. Təqsirləndirilən şəxsin dindirmə protokolunu kim imzalayır? Həm tərcümə, Həminki. həm müstəntiq özü. Yox, təqsirləndirilən şəxs müstəntiq tərcüməçi. Yenə həmin qaydada. Bəli. 42-ci sualımızın doğru cavabı B-dir. 42-nin B olur. Bəli. Eyni qaydadan. 43. Hansı istinaq hərəkətlərinin aparılması yalnız Məhkəmə qərarları. ekshumasiya. Səhv yazılır, ekshumasiya. Yox, əslində bizim cinayət prosessual məcəllədə ekshumasiya gedir. Hə, humus da ona belə qırla getmirlər. Ruslarda da ekshumasiya rus dilindədir. Ekshumasiya o latın dilindən keçən bir sözdür. Deməli, amma məsələn mən nə təklif eləyirəm? Mən təklif eləyirəm ki, burada ruhani də iştirak etsin. Din xadimi də iştirak etsin. Meyitin qəbirdən çıxarılması zamanı din xadiminin iştirak etməsi yaxşı olar. Dini etiqadlara əsasında deyilsiniz, olmur? Yox, fərqi yoxdur güncəl dində özü. Fərqi yoxdur. Biz insan ölür, dünyasını dəyişir. Biz onu necə bastırırıq? Necə bastırırıq? İndi necə bastırırıq mən bilmirəm. Kimin o dairəsində necədir, amma din xadiminin iştirakının olmalıdır. Doğrudur, doğru deyil. Bastırılması zamanı. O pulu qoy kənara da. O pulu qoy kənara. Bu adamın meyitin qəbirdən çıxarılmasında da din xadiminin iştirak eləməyi yaxşı oldu. Yaxşı olardı. Məhkəmə tibb eksperti iştirak edir. Mütəxəssis iştirak edir. Niyə iştirak edir? Çünki vacibdir. O mütəxəssisin iştirak etməsi vacibdir. Ona görə ki, bu adi adam onu tutaq ki, meyitin qalıqlarını oradan necə yığacaq, onu bilə bilməz. Düzgün bilə bilməz, necə götürməlidir, qoymalıdır. Siz görürsünüz bu meyitləri, kütləvi məzarlıqları elə belə adam açıb oradan meyitlərin qalıqlarını götürə bilməz axı. Çünki o mütəxəssis götürməlidir. Zədələməməlidir, sındırmamalıdır, itkilərə məruz qoymamalıdır, məhv etməməlidir və s. Bunu adi adam bilə bilməz. Mənə elə gəlir ki, Basmanın prosedurası var, amma abratın prosedura yoxdur. Yox, doğrudur. Yox, prosedur qanunvericilikdə var. Qanunvericilikdə prosedur var. Qanunda demirəm, mən dində deyirəm ki, basma prosedurası var, abratın prosedura var. Çıxartanda nə eləmək lazım, o da oxuyacaq. Qulaq as, yəni bu məqsədə uyğundur. Məqsədə müvafiq oldu ki, qanunvericiliyə salsın, getsən avlaşışının yanına, deyəcək qardaş, bizdə abratın prosedura yoxdur. Heç vaxt o deyə bilməz, şəriətdə onu qadağan eləyən norma yoxdur. Şəriətdə ümumiyyətlə, verin çıxarması qadağandır, olmaz. Yox, zəruri olanda olar. Sən doğru demirsən. Mümkündür. Buna görə də indi o din iştirakçısı orada dedilər. Mən hesab edirəm ki, olsa yaxşıdır. İndi qanunverici bunu tələb etmir. Yaxın qohumu iştirak edə bilər, mütəxəssis iştirak etməlidir və s. Ondan sonra məhrum elədir. O məsələni aydınlaşdırmaq lazımdır ki, o çıxarların yerinə bastıranda təzdən xərci kimsə gələcək. Məhkəmə xərclərinə aid edilir bu. Hatta gözləsin məhkəmə əmsalında bastırarlar. Sənə gülməli gəlir, amma bu ciddi məsələdir. Ben cümləli gəlmirəm, o zaman deyirəm. Yox. Məhkəmə qərardır, hökmdür, qanunu qüvvəyə minməlidir. Prezident qəbirdə təmtəraqlıdırsa, mavzaliyə qurulubsa onu sökməyə tikməyə. Belə baxanda da mühit üzdə qalır. Başqa mütəxəssislər də daxil olmalıdır qrupa. Çünki o, əgər üstündə sərdabə varsa, əlbəttə siz deyən kimi olmalıdır.
Sərdaba qəbrinin üstündədir də. O şey tamamlayır. Onda gərək lağım atıb gedəsən meyitin yanında. Lağım atıb getməlisən meyitin yanında. O qədər orada qurğu qururlar ki, bilirsən, böyük. 43-də cavabımız B-dir. Ekshumasiya. 44. Hansı istintaq hərəkətlərinin aparılmasında hal şahidləri iştirak edə bilərlər? C. 44-də cavabımız C. Baxış götürmək. 45. Şəxsi müayinədə yox. Yox, şəxsi axtarışda var. Şəxsi müayinədə yox. Şəxsi müayinədə hal şahidləri iştirak edilir. 45. Tanınmanın neçə növü var? Yox, 2 növü var. Şəxsin tanınmasıdır, əşyaların tanınmasıdır. Yəni o nəzəri sualdır əslində. 46. Zərər çəkmiş şəxsin dindirilməsi qaydası necədir? Şahidin dindirilməsi qaydasında. Burada çox dayanmayaq. 46-da cavabımız 4-cü C. 47. Əmlak üzərinə həbs qoyulması hansı ardıcıllıqla həyata keçirilir? Tamamilə doğrudur. 47-də cavabımız B. 47-də cavabımız B. 48. CPM ekspertizanın aparılmasının neçə formasını müəyyən edir? Yenə bu nəzəri sualdır. 3 formasını müəyyən edir. Tək başına komisyon, kompleks, təkrar və əlavə ekspertiza. Yox, yox. Tək başına komisyon bir formadır. Mən bir dəqiqə yazırım. Hə, tək başına və komisyon bir formadır. Kompleks ekspertiza ikincisidir. Üçüncüsü də əlavə və təkrar ekspertizadır. O da üçüncü. Burada belə birləşdirmişik də. Aydın. 48-də cavabımız B. əsas hərcinat bəşrə məcəlləsi var. 49. Ekspertin rəyi hansı vaxt ərzində hazır olmalıdır? Bir aydan gec olmayaraq ekspertiza rəyini təqdim etməlidir. Bir ay. Təcrübədə olanlar onu gözəl bilir. Nə deməkdir bu? Hələ mülki prosesdə əslində mülki prosesdə mən vəkillərdən danışıblar, vəkillər uzanır, gedir aylarla, amma mülki prosesdə qanunvericilikdə, məcəllədə birbaşa göstərilib orada. Ekspertiza təyin edilməsi haqqında qərarda ekspertizanın keçirilməsi vaxtı göstərilməlidir, müddət göstərilməlidir. Bu var da, bu nəyə görə pozmaq lazımdır ki? Yəni, ekspertiza təyin edilməsi haqqında müddəti göstərirsən, ekspert o ağlabatan müddətdir də, aydın məsələdir, ona əməl eləməlidir. Yəni, mən demək istəyirəm ki, məcəllədə var, düzdür, təcrübədə uzanıb gedir. Amma cinayət prosessual məcəllədə konkretdir. Bəli. Allah bir ayda çək otururlar. Orada göstərsə də özünü 2 ay ya. Gecikmə olur düzdür. Müsəbbibin sualları var, elə şey olur. Ekspertiza. Orada yazıyor bir an müddətində verilməlidir. Zərərin alınır dəlir. Qanunda bir an müddətində səhvlərini göstərir. Rəyin verilməsi mümkün olan ağlabalatan müddəti yazmalıdır. Qanun bir ay deyil. Ona görə bir aydan gec olmayaraq təqdim olunmalıdır. Ümumiyyətlə görürsünüz, işin aidiyyəti var yoxsa yoxdur. İşin materiallarının adını bağırıyor, göndərir ekspertiziya. Hansı şəkildə o ekspertiziya, cinayət materiallar ümumiyyətlə aidiyyəti yoxdur. Hansı yeri göndərir ekspertiziya? Nədən hansı ekspertiziya? Sizin dediyiniz o həmişə təkrar elədiyiniz məsələyə aidiyyəti var onun? Hansı? Çörəyə? Bəli. O çörək müstəqillə razılığı şəkildə olur, yəni müstəqil şəkildə olur. Aydın. Davam edək. 40, yox, biz hardayıq? 50-də. 49-da. 49-da A cavabımız. Bir ay. 50. Hansı şəxslərin ruh vəziyyəti təqdim etmək üçün ekspertiza təyin etmək olar? Tamamilə doğrudur. Tamamilə doğrudur. Şübhəli şəxs, təqsirləndirilən şəxs, zərər çəkmiş şəxs, şahid. 50-də mənim nə olacaq? B oldu. Çox sürətli gəlsin və sürət azalır. Əslində, yox. İndi sürətin bu cür təbii gedişi məndən asılı deyil də. Sualı oxumamış özünüz cavab verirsiniz. Özünüz cavab verirsiniz. Növbəti sualda bizə qoyurlar. Əsasən də 100 fərqlidir bu. Çox biləm də ona görə düşünürəm. Yaxşı bir fərqlidir. Yaxşı. Bu tərəf yaxşıdır, əla yaxşıdır. Yaxşı haldır, bəli. 51. İbtidai istintaqda ekspert nə vaxt dindirilə bilər? Yalnız rəy təqdim ediləndən sonra. Bəli. Razılaşırsınız? Rəy təqdim etməmiş bu adamı nəyin dindirəcək? Nə ilə bağlı dindirəcək? Rəy ilə bağlı dindirməlisən də. Başqa
Yəni 51-də cavabımız C idi, 4-cü cavab. 52. Cinayət işi üzrə icraatın dayandırılması üçün qanun neçə əsas göstərir? 53-cü maddədən söhbət gedir. 7-dir. 7-dir. Cinayət törətmiş şəxs müəyyən olunmadıqda dayandırılır. Yer müəyyən olmadıqda dayandırılır. İstintaqdan məhkəmədən gizləndikdə dayandırılır. Ağır xəstəliyi ilə bağlı Azərbaycan Respublikasının hüdudlarından kənarda olduqda dayandırılır. Sonra diplomatik toxunulmazlıq hüququnun məhrum edilməsi ilə bağlı, bir də ekstradisiya ilə bağlı məsələ qoyulduqda dayandırılır. Konstitusiya məhkəməsinin şəhri gözlənildikdə dayandırılır. Bir də kassa məhkəmə qərarlarının icrasından imtina üzrə cinayət təqibi həyata keçirildikdə 306-cı maddədən Cinayət Məcəlləsinin məhkəmə qərarlarını qərəzli olaraq icra etməməyə görə cinayət təqibi həyata keçirilən zaman kassasiya məhkəməsinin qərarı olduqda iş üzrə icraat dayandırılır. 7 əsasdır. 52-ci maddədə cavabımız C-dir. 7. 4-cü cavab. 20 saat. Yeri gəlmişkən, dayandırılmış icraatda təzələnmə var, bir də xitam var. Dayandırılmış icraat xitam da oluna bilər. Hansı hallar istisna olmaqla? Dayandırmanın əsaslarında, məsələn, istintaqdan məhkəmədən gizlənmə var, dayandırma. Xitam eləyə bilməzsən, tutuldu, xitam eləyə bilməzsən. İcraat davam eləməlidir, məsuliyyətə cəlb etmə müddəti keçməyibsə. Sonra sülh və insanlıq əleyhinə olan cinayətlərdə, müharibə cinayətlərinə, terrorçuluqla bağlı cinayətlərdə hansı ki müddət tətbiq olunmur, həmin məsələlərdə də dayandırılmış icraat təzələnməlidir, xitam oluna bilməz, yəni davam etdirilməli. Qalan bütün hallarda dayandırılmış icraata xitam veriləcək. Məsuliyyətə cəlb etmə müddəti keçdi, xitam olunmalıdır, avtomatik. Aydındır da, yəni onu nəzərdə saxlamaq lazımdır, 53-cü maddədə göstərilir. Məsuliyyətə cəlb etmə müddəti keçdikdə qərar olmalıdır, yəni. Xitam haqqında əlbəttə qərar olmalıdır. 52-ci sualda cavabımız C-dir, 4-cü cavab, doğru cavab. 53. 54 şey var yəni. Rəqəmlərimiz çoxdur. Neçə saatdan gec olmayaraq müstəntiq icraatın dayandırılması barədə prokurora məlumat verməlidir. Cavabımız 4-cü cavabı 24 saat. 54-cü sual. Əslində heç qərar çatmaqdan qabaq gedir məlumat verir. Hansı hallarda təqsirləndirilən şəxsin axtarışı elan edilə bilər? Normada və yaxud istintaqda gizləndikdə. Sürəti nətər dayandıraq? Sürəti nətər zəiflədir? Biraz ətraflı izahat verir, düşəcəkdir. Ətraflı izahat vermək üçün sual biraz cavabı gec səslənməlidir, yaxud tərəddüdlə səslənməlidir. Sual oxunub qurtarmamış, cavab hazırdır. Çünki 3 manat izahatsız 1 manat. səndə həmişə çörək var da, o manat məsələsi. Dünya pozisində proqramlasıdır. Bayağı ben de şey Balzac değildi. Jean-Jacques Balzac. O fəlsəfi yorumdur da, fəlsəfi yorumdur o. Nəticədə göstərilən pul çəkiləcək sökənlərdən o. 54-cü sualda cavabımız 4-cü cavab. Doğru cavab C-dir. 55. Cinayət işi üzrə icraata xitam verilməsi barədə qərardan neçə gün ərzində şikayət verilə bilər? Yəni biz şəhəri götürərik. 54-də cavab verdik də, siz cavab verdiniz. Siz cavab verdiniz birinci. 55-də cavabımız 10 gün ərzində, B bəndi. 56. Müdafiəçi təyin edilmiş vaxtda gələ bilmədikdə, müstəntiq cinayət işinin materiallarla tanış olma vaxtını neçə günədək uzada bilər? Yox, bir həftə deyil, 5 gün. 5 gün, 284-cü maddəyə görə 5 gün uzada bilər. Bəli, bəli. 57-ci, 56-da cavabımız A. 57. İttiham aktı neçə hissədən ibarətdir? Yenə həmin hissələrdir. Giriş, təsviri əsaslandırıcı və nəticə hissələrindən. 57-də cavabımız B. 58. Prokuror ittiham aktına dəyişikliklər edə bilərmi? Bəli, edə bilər. Amma hansı istiqamətdə edə bilər?
Ancaq yüngülləşdirmə istiqamətində. Ağırlaşdırma olsa göndərməlidir əlavə istintaqa. İstintaq aparmaq üçün göndərməlidir. Yüngülləşdirmə istiqamətində yəni həm də ayrı-ayrı epizodları çıxartmaqdır, tövsifi dəyişməkdir, daha yüngül, cinayət qanunun daha yüngül maddəsinə bu hallarda dəyişiklik edə bilər. Müstəntiq işi, prokuror işi yüngülləşdirsin. Niyə ola bilər? Niyə? Danışma, ola bilər. Reallıqda. Bütün nəzəriyyədə olabilir, praktikada istəyir. Praktikada belə görməmişəm. Müstəntiq işi gəlsin, prokuror desin ki, bu səhvədə Ona görə olmur ki, o istintaq onların birgə fəaliyyətinin, gündəlik fəaliyyətinin nəticəsində baş verir. Yəni, müstəntiq özü müstəqil istintaq aparsın normal şəkildə, axırda gəlsin ki, gətirmişəm ittiham aktını, elə olmur da, yəni ona görə. Soruşur ki, bunu necə eləyim? Bunu necə eləyim? Axırda da dəyişiklik eləməyə ehtiyac qalır. Deməli, 58-də cavabımız C. 59. Böyük ictimai təhlükə törətməyən hadisə ilə bağlı cinayət işi başlamaq olarmı? Cavabımız? Yox. Niyə mənə? Axı cinayətdir də. Ona görə ki, sadələşdirilmiş icraat var, o təhqiqat formasında olur. Cinayət işi, yəni bütün hallarda cinayət işi başlamaq olmaz. Sadələşdirilmiş icraat qaydasında protokol formasında cinayət işi başlamır, o təhqiqat, onun forması təhqiqat. Cinayət işi başlamır. Təhqiqat başlanır da, belə deyək, təhqiqat. Cavabımız oldu C. Hə? Nə demək istəyir? Yox, bütün hallarda cinayət işi başlanmalıdır. Müstəsna hallarda ola bilməz axı o. Cavabımız 4-cü cavabdır. Böyük ictimai təhlükə törətməyən bəzi aşkar cinayətlər üzrə sadələşdirilmiş icraat formasında təhqiqat həyata keçirilir. Ona görə cinayət işi başlanmır. Cinayət prosesinin neçə mərhələsi? Birinci instansiya məhkəməsinə aid. Yalnız müstəsna halını yazın. Müstəsna halda odur da, yəni sadələşdirilmiş icraat ancaq təhqiqat formasında olur, orada cinayət işi başlanmır. Təhqiqat başlanır. Qalan hallarda cinayət. Cinayət prosesinin neçə mərhələsi birinci instansiya məhkəməsinə aiddir? 3 ya 4. Gəlin sayaq da, hazırlıq. Hazırlıq. Yox, baxış özü hissələrdən ibarətdir. O baxış, hazırlıq baxış desək buna, başa düşüləcək bu. 2 hissədən, 2 mərhələ. Baxışın özü ayrılır, məhkəmə istintaqı, tərəflərin çıxışları, təqsirləndirilən şəxsin son sözü, bir də yekun məhkəmə qərarının çıxarılması mərhələsi. Amma bütövlükdə 2 hissədən ibarətdir. Hazırlıq və baxış hissələrindən. 2 yazaq. Deməli, birinci sualımızın cavabı A. İkinci sual. Cinayət işi məhkəməyə daxil olduqdan sonra məhkəmənin hazırlıq icrası bir qayda olaraq neçə gün müddətində keçirilməlidir? Cavab B. 15 gün. Xüsusi ittiham qaydasında şikayət məhkəməyə daxil olduqdan sonra məhkəmənin hazırlıq icrası 7 gün ərzində keçirilir. 15 gün 30 günə qədər uzadıla bilər, bilirsiniz, həzminin böyüklüyünə görə və s. görə. Üçüncü sualımızın cavabı C. 7 gün ərzində. 4-cü sual. Cinayət işi üzrə məhkəmənin hazırlıq icrasının keçirilməsinə ən azı neçə gün qalmış zərər çəkmiş şəxsə bu barədə məlumat verilməlidir? 7 gün. 7 gün. 4-də cavabımız C. 5. Məhkəməyə də sadələşdirilmiş icraatın materialları üzrə hazırlıq icrasının keçirilməsinə ən azı neçə gün qalmış bu barədə müvafiq şəxslərə məlumat verilməlidir? 3 gün. B. 5-ci sualımızın cavabı B. 3 gün. 6. Hazırlıq icrası başlamazdan qabaq məhkəmə ittiham aktının surətini kimlərə göndərməlidir? Yox, yox. Təqsirləndirilən şəxsə prokuror göndərir o, müstəntiq göndərir, ehtiyac yoxdur.
Zərər çəkmiş şəxslər. Müdafiəçi məhkəmə təyin edir. Onda necə? Necə? Məhkəmə nə olur ki, müdafiəçi məhkəmə müdafiəçi təyin edir. Yoxdur öz müdafiəçisi. Fərqi yoxdur da. Təqsirləndirilən şəxsə o ibtidai araşdırma orqanında verilməlidir. Mütləq. Onlar verilir. Müdafiəçiyə də verilir. Fərqi yoxdur. Təyinatdır yoxsa müqavilədir. Şübhəli şəxs aydın məsəl, şübhəli şəxs ümumiyyətlə bura aid deyil. Zərər çəkmiş bildir, amma müəllim niyə biz iş təyin ediriksə və vəkil təyin edirsə, biz ona ittiham haqqı göndəririk. Yox. Göndərmək məsələn qanun onu qadağan etmir. Qanun yazmır ki, zərər çəkmiş şəxsə, təqsirləndirilən şəxsə göndərə bilməzsən. Qanun yazır ki, ibtidai araşdırma mərhələsində ittiham haqqı təqsirləndirilən şəxsə, müdafiəçiyə göndərilməlidir. Yazılmayıb ki, məsələn, zərər çəkmiş şəxsə göndərilməməlidir. Başa düşdüm. Göndərmək, yəni məqsədə uyğundur göndərmək. Niyə görə göndərilməsin, təbii. Amma yəni qanun qadağa qoymur da buna. Biz qanunu yəni belə əslində bizim qanunvericilik bu haqda danışmışıq. Bizim qanunvericilik hansı prinsip əsasında qurulur. O prinsip dəyişsə qanunvericilik alt-üst olacaq. İngilis Sakson ölkələrində, sisteminə daxil olan ölkələrdə qanunvericilik və s. ümumiyyətlə fəaliyyət nəyin üzərində qurulub? Qanunla qadağan edilməyən hər bir şeyə icazə verilir. Ona görə o prinsip məsələni tamamilə həll edir, yerli köklü. Amma bizim qanunvericilik hansı prinsipin üzərində qurulub? Qanunla icazə verilən şeyə icazə verilir. Qanunda göstərilən şeyə icazə verilir. Göstərilməyən şeyə icazə verilmir, yazılmayıb. Bəli, buyurun. Burada yazılıb, ittiham kimə göndərməlidir? Əmr formasında göndərməlidir. Bu yazılıb zərər çəkmiş şəxsə. Amma mən baxıram, qəbz yoxdur bu alanda təqsirləndirilən şəxs, mən onu göndərməli deyirəm. Göndərməlisiniz. Bəs onda niyə yazılıb ki, imili kimlərə göndərməlidir və ancaq cavab zərər çəkmiş şəxsdir. Olsun ki, lazım olanda, almayıbsa, çatmayıbsa da elə yoxdur, birbaşa cavabdır. Siz məhkəməsiniz, hakimsiniz. Siz hakimsinizsə, o qanun sizə yazır ki, zərər çəkmiş şəxsə göndərməlidir. Qanun sizə qadağa qoyulmur ki, təqsirləndirilən şəxsə göndərməlisən. Əgər göndərilməyibsə, göndərməlisən. Onda mən çox istəyirəm. Tutarım, təqsirləndirilən şəxs almayıb. Mən məhkəməyəm. Mən ona göndərməyəm. Mən məcbur deyiləm yaxı ona göndərim. Onda siz nə edəcəksiniz? Müstəntiqin, prokurorun barəsində xüsusi qərar çıxaracaqsınız. Niyə görə göndərməmsən? Çünki göndərmək onların borcudur, vəzifəsidir. Bu sual düz qoyulur, niyə cavab belə? Bizim sistemimizin problemidir o. Prinsipimizin problemidir o. Bizim konstitusiyada dəyişiklik oldu. Orada da yazdı, qanunla qadağan edilməyən hər bir şeyə icazə verilir. O prinsipi bizim qanunvericilik sisteminə tətbiq eləsən, qanunvericiliyi ona uyğunlaşdırsan, bilirsiniz niyə olacaq? Hər şey uçub dağılacaq. Onu yəqin ki, zaman onu dəyişdirmək, o prinsipə uyğunlaşdırmaq lazımdır. Çünki bizim qanunvericilik icazə sistemi əsasındadır. Yazıb ki, filan şeyi etmək olar və yaxud filan şeyi etmək qadağandır. Bu prinsip əsasında qursan, gərək ona görə bizim konstitusiyaya baxın, görün nə qədər hüquqlar sadalanıb, vəzifələr sadalanıb. Amma onlara ehtiyac qalmaz o sadalanmalara. Filan şey etmək olmaz, filan şey etmək olmaz, qalan hər şeyə icazə verilir. 5 bənd yaz, da 50 bənd yazmağa ehtiyac yoxdur. Filan hüququ vardır, nə ehtiyac var? Bizim cəmiyyətdə Azərbaycan reallığına ehtiyac var. Mən deyəm, buna mənim haqqım deyil, nədə göstərim, böyük bəladır. Böyük bəladır ki, o yanaşma var, yanaşma. Müstəntiq deyir ki, burada yazılıb ki, buna göndərməliyəm. Müstəntiqə başa sala bilmirsən ki, qanun sənə icazə qadağan eləmir ki, filan kəsə də göndər. Deyir ki, məhər nə yazılıb, onu eləyəcək. Düz deyirsiniz, təcrübə eybəcədir. Şübhəli şəxsə, prokuror bunu göndərməlidir, məcburidir. Yəni, sualınızın cavabı verir, prokuror onsuz göndərir, təqsirləndirilən şəxsə şübhəli şəxsə. Göndərməsə xüsusi qərar çıxarmalıdır məhkəmə. Davam edək. Gəlmişanda, məlum olsa direktör haqqı təqsirləndirilən şəxsə verilmir. Onda nə olur? Materiallar təzdən geri qayıtmalısınız. Yox, hazırda təxirə düşür. Bircə dəqiqə. Adam nədə itham olunduğum belə deyək. Hələ ki, əlində almayıb və onun əsasları qalmıyor ki, nə sübutlar var. Bircə dəqiqə. Deməli, 303-cü maddəyə görə bu kobud pozuntu sayılmır. O sayılmır. Cinayət işi üzrə icrada xitam verilib, materiallar
prokurora qaytarılmır bu haqda, bu vəziyyətdə. O, aradan qaldırılması mümkün olan bir haldır. Ona görə də burada cinayət işi üzrə icraata xitam verim, materialları ibtidai araşdırmaya, prosessual rəhbərliyi həyata keçirən prokurora göndərim haqqında qərar olmamalıdır. Çünki aradan qaldırıla bilən yanlışdır. Bir həftə sonra da hazırlıq təyin olunur. Davam edək. Sualımız hansı idi? 6-cı cavab verdi. Aydın. 6-cı sualımızın cavabı, doğru cavabı C-dir, 4-cü cavab. 7. 7 A-dır. Hazırlıq icrasının məqsədi. Təbii. Bu A-dır. Məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü yoxlamaq. Mümkünlüyünü yoxlamaq üçün o qədər hərəkətlər var burada, amma bizdə hazırlıq icrası nə qədər keçir? Çox qısa. Mülki işlərdə lap qısa olur. Cinayət işlərində bəlkə də keçirilməmiş kimi bir şeydir də. Keçirilməmiş kimi. Çox önəmli mərhələdir. Çox önəmli mərhələdir. Çünki çox məsələlər burada həll olunmalıdır. O biri mərhələyə keçəndə geriyə qayıtmaq çox çətin olur. Qayıtmır. Hazırlıq mərhələsinə qayıtmır. Səhv eləmirəm. Keçən səfər qayda hazırlıq icrasına baxış oldu. Hazırlıq mərhələsi elə bir ki, hazırlıq icrası hakimlər üçün sanki yoxa bərabər bir şeydir. Gəldilər, tez onu rəsmiyyətə saldıq, çıxdıq, getdik. Amma çox məsələlərin hamısı hazırlıq. Təbii, doğrudur. Davam edək. 8. Hazırlıq icrasının keçirilmə qaydasını kim müəyyən edir? Yalnız məhkəmə müəyyən edir. Yalnız məhkəmə müəyyən edir. B bəndi. 8-ə cavabımız B. 9. Hazırlıq icrası təqsirləndirilən şəxsin iştirakı olmadan keçirilə bilərmi? Keçirilə bilər. Müstəsna hallarda keçirilə bilər. Çünki həmişə təqsirləndirilən şəxs yaxındadır. Ona görə. 9-da cavabımız C. 10. Hazırlıq icrasında məhkəmə neçə növ qərar qəbul edə bilər? 3. Çoxdur bu. Qərarın sayı çoxdur. 7. Hansıdır mənim? Əvvəla məhkəmə baxışının təyin edilməsi. Məhkəməyə vermə, məhkəmə baxışının təyin edilməsi. Gəlin bir-bir sayaq. Amma məhkəməyə vermə, məhkəmə baxışının təyin edilməsi qərarı. Sonra xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi. 2. Xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar. 3. Sonra cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar. 4. Cinayət işi üzrə icraata xitam verilməsi və materialların prokurora qaytarılması haqqında qərar. 5. Cinayət işi üzrə icraatın dayandırılması haqqında qərar. Bir də məhkəmə aidiyyatı üzrə göndərmə haqqında qərar. Bravo. Kim это сделали? Davam edək. 7 oldu da. Cavabımız 10-da 7 oldu. 11. Cinayət işləri üzrə məhkəmə baxışı hazırlıq icrasından sonra ən gecə neçə gün ərzində başlamalıdır? O da 15 gündür. 15 gündür. Cavabımız olur C. 11-də. 12. Hazırlıq icrasında... Yəni 15-15-dir. Bəli. Hazırlıq icrasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı müdafiə hüququnun pozulması halları aşkar edildikdə məhkəmənin hərəkətləri hansılardır? 303-cü maddədən söhbət gedir. Kobud pozuntudan söhbət gedir. Məhkəmə cinayət işi üzrə materialları prokurora qaytarır. Bəli. Xüsusi qərarda olmalıdır. Cavabımız 12-də B. Olar. Çox nadir. 12-də cavabımız B. Haqq hesab çatmıram. Yox, heç haqq hesab çatmıram. 13. Hazırlıq icrası zamanı çıxarılmış xüsusi qərarın icrası barədə məhkəməyə ən gecə neçə gün ərzində məlumat verilməlidir? 30 gün. O bir aydır da, o ənənəvi müddət bir aydır. 13-də cavabımız 4-cü cavab C. 14. Məhkəmə baxışı zamanı hakimlərin birinin əvəz edilməsinin nəticələri hansıdır? Məhkəmə baxışı yenidən başlayır. Bütün hallarda yox. Bir qayda olaraq yenidən başlanmalıdır. 3 hakimdən ibarət olan
məhkəmələrdə hakimlərdən birinin dəyişdirilib ehtiyat hakimlə əvəz edilməsi hallarında orada yenidən başlamağa ehtiyac yoxdur, davam etdirilməlidir. Davam edir. Qanunvericiliyə görə olmalıdır. Qanunda bizdə anti-izlasçılar da var. Ehtiyat hakim var, bizdəki gəlsin ortuzda fazlamışı, biri ölsən xəstələnsə, mən də bu prosesdən yaşadım, gəlib girim o Əslində, mən deyə bilmərəm, ehtiyat hakimlərin siyasi var, amma kollegial məhkəmə instansiyalarında digər kollegiyanın üzvləri gəlib o həmin sıradan çıxmış hakimin əvəz eləyə bilərlər. Əvəz edə bilərlər, düzdür, amma işin materiallardan xəbər olmayacaq. Bircə dəqiqə. Hakim əgər onun yeni daxil olmuş, tərkibə yeni daxil olmuş hakim onun iştirakı olmadan keçirilmiş hərəkətlərin təkrarlanmasını istəyə bilər və təkrarlanmalıdır. İstəməsə təkrarlanmayacaq, materiallarla tanış olmaq üçün imkan verilməlidir. O nəzərdə tutulub. Bu sualımız birinci instansiya məhkəmələrinə aiddir. Çünki bir dənə hakim olur orada. Apellyasiya kassasiyada aiddir, eyni. Ancaq 3 hakimdən ibarət olan məhkəmə tərkiblərinə aiddir. Bir hakimdən ibarət olan biri çıxdı, yenidən başlanmalıdır. Təbiidir. Siz hakimsiniz. Tək işə baxırsınız. Siz etirazın nəticəsi ilə bağlı uzaqlaşdınız. Məsələn deyirəm. Mən gəldim sizin yerinizə. Mənim icraatdan nə xəbərim var? Nə olmalıdır? Hamısı təkrarlanmalıdır. Yenidən təkrarlanmalıdır. İşə yenidən baxılmalıdır. Davam eləyirik, müstəsna bir qayda olaraq yenidən başlanmalıdır. 14-də A-dır. 15. Məhkəmə icrasında qaydanın təmin edilməsi icra məmurlarına həvalə edilir. C. 15-də cavabımız C. Məhkəmənin nəzarətçiləri olmur. Onlar dəyişdi də, qardaş. Orada hamısının adı icra məmuru olur. Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları adlanan şəxslərin hamısı indi adlanır icra məmuru. 15-də cavabımız C. Necə? Hə, hakimlərin əvəz edilməsində. Nəysə, arzu etsəniz, sualı davam etdirə bilərik müzakirəni. Ona görə maraqlandım. 15-də cavabımız C. 16. Məhkəmə iclası zalında iştirak edən şəxslərin bir qayda olaraq azı neçə yaş olmalıdır? 16 yaş olmalıdır. 14 yaş olmalıdır. Olar, məhkəmə əgər icazə verərsə, bəli, dindiriləndən sonra şahidlər əyləşə bilər və s. 16-da cavabımız B-dir. 17. Məhkəmə iclasında qaydanı pozan şəxslərə tətbiq olunan cərimənin miqdarı 55 manatdır da, bu aydındır. 17-də cavabımız A. 18. Təqsirlənən şəxsin iştirakı olmadan məhkəmə baxışı keçirilə bilərmi? Keçirilə bilər, yalnız müstəsna hallarda, bəli. Keçirilə bilər. 18-də cavabımız A. 19. Məhkəmə iclasına gəlməmiş müdafiəçinin əvəz edilməsi mümkündürmü? Təqsirlənən şəxsin razılığı əsasında mümkündür. Təbii. 19-a cavabımız B-dir. 20. Məhkəmə baxışına mülki cavabdehin gəlməməsinin nəticələri hansıdır? Davam elətdirilir. Mülki cavabdeh gəlməyəndə bütün hallarda davam etdirilir. 20-ci sualımızın cavabı B-dir. 21. Dövlət ittihamçısı məhkəmə iclasına gəlmədikdə məhkəmə baxışının keçirilməsi mümkündürmü? Mümkün deyil. Prokurorunuzun razılığından olar da. Elə şey olar. Heç vaxt mümkün deyil. Şey pozulacaq burada o şey. Çəkişmə prinsipi pozulacaq. Təbii. Sizə vəkillik vəsiqəsini Allah qismət eləsin. Onda çəkişmədə görür ittihad tərəfi necədir, güclüdür yoxsa gücsüzdür. Cinayət işləri hamısı ümumiyyətlə aparatürlərdir. Çünki orada prokuror nə gəlirdir, hakim də başını verilir, heç bir sübuta da baxmırlar. Yəqin ki, bütün hakimlər elə olmaz. Yox, elə deyil. Nə şəkildə heyləri 99% alır heyləri. Mən Çox dedin, 97-98-dir. Dövlət elə məsələn bir təxribat deyilsə falan deyilsə, hə, onda elə deyil. Yalnız o hallarda elə. Onsuz da boş edin, deyil mi? Davam edək. 21-ci sualın cavabı A. 21-ci sualımızın cavabı A. 22. Prokurorun ittihamdan imtina etməsinin nəticələri hansılardır? Bu da olardı. Bizi heç vaxt mən görməmişim bir şey. Heç kim görməyib prokurorun ittihamdan imtina etməsi?
Cinayət təcrübəsi tam Aydındır, başa düşdük. Yəni təcrübədə var, yoxsa yoxdur? Sensasiya kimi bir şeydir. Yox, ola bilməz. Yox, yəni təcrübədə sensasiya kimi bir şeydir. Məhkəməsində var da öyle bir hakim, fariz namazı. Olur, mən demirəm. Yəni sensasiya odur ki, 100%-də bir olan haldır da. Nə iddia eləmişsiniz? Yox, daha imtina edirsə nə bəraətdir? Yox, bəraət başqa şeydir. Xitamdır, xitam. Bu düzəldirəm, Yox, yəni məntiqə baxın, yəni bilirsiniz necədir? Nədənsə imtina eləmək, elə adi həyatda bir iş görsən, biraz irəli gedirsən, imtina eləyib geri qayıtmağı hər kəs həzm eləyə bilmir. Hər kəs həzm yox, mən orada səhv deyəcəklər ki, mən filan yerdə səhv eləmişəm. Mən filan yerdə səhv eləmişəm. İşi düz aparmamışam. Filan oldu, bəsməkan oldu. Yəni prokuror da ittiham aktı tərtib eləyib, təsdiq eləyib, ittihamı filanı, bəsməkanı məhkəməyə gedib, məhkəmə baxışı gəl ittihamdan imtina edirsən. Normal bir şeydir. Biz bunu yəni orada başqa tərəfin təqsirləndirən şəxsin başqa hüquqları var. Ona görə orada onu tələb edirlər. Bir dənə də vurulmuş zərərə görə başqa hüquqları. O qədər məsələ var ki orada. Yəni geri dönmək oradan onlar üçün demək olar ki qəbul edilməzdi də. Əgər ittiham tərəfi təcrübə belədir. Mənim haqqımda başqa bir şey. İttiham tərəfi ittihamçı prokuror işləyən dostlarımız var. Deyirəm, necə işləyirsiniz? Deyirlər ki, razı olmadığımız bütün qərarlardan, hökmlərdən və s. hamısından protest edir. Razı olmadığımız, nə cür razı olmadığımız? Əslində razı olmadığımız yox, razıdır. Amma bu iddia qarşı tərəfin maraqlarına uyğun, qanuna uyğun şəkildə də qərar çıxarılıb. Bu tərəfin, belə deyək də, mövqeylərin müəyyən qədər nəzərə almayıb hakim. Tutaq ki də, nəzərə alıb əslində qanuna uyğundur hər şey. Yəni, bu razı qalmadıqlarına görə hamısından protest verirlər. Niyə verirsiniz? Sanki plan tapşırıqlarını icra eləmək üçün verirlər. Tək prokuraturanın problemi deyil. Yox, söhbət ittihamdan gedir. İttihamdan gedir söhbət. Dövlət strukturlarının hər biri. Düz əlavə kassasiyaya qədər deyirlər ki, bir söz də olsa orada bizə deyirlər ki, nəsə tapın, protest edin. Nəsə tapın, protest edin. Yaxşı Get, qardaş. Mənim nəsə tapmağa cəza ilə razı deyil. Deyil, çox yüngül cəza. Aydındır, tapmağa nə var ki? O qədər... Tapmasa heç nəsə. Hə də, təbii. Yox, müdafiəçi də yetməlidir, qardaş. Müdafiəçi gedəndə... Getsin, qardaş. Müdafiə tərəfinin həm qanunvericilik... Bizə dəqiq, müdafiə tərəfinin həm cinayət prosesual qanunvericilikdə, həm də təcrübədə mövqeyi, statusu ittiham tərəfinin mövqeyi və statusundan aşağıdır, yüngüldür. Onlar gedəndə də nəticə əldə eləyə bilmirlər. Amma bunlar bir mənasız sözdən yapışıb protest verəndə də ona nail olurlar. Başa düşürsən? Çünki onların statusu var, onların statusu baskı altında saxlayır məhkəmələri. Başa düşürsən ona görə. Müdafiəçi o qədər, hansı instansiyaya qədər gedib çıxsa, nail olmaq onun üçün çox çətindir. Amma burada mənasız bir... Amma ittiham tərəfinin, gəl statistikanı götürsən, gör nə qədər orada fərq görünəcək. Davam edək. 22-də qalmış. 23-də qalmış. Xüsusi ittiham... 22-də cavabımız A'dır. Doğru cavabımız A'dır, 22-də. Yeri gəlmişkən, 22 ilə bağlı bir məqamı da sizi xatırladım. Konstitusiya Məhkəməsi bu barədə qərar qəbul edib. İttihamdan imtina etməyi ilə bağlı. Və qərarında göstərilib ki, prokurorun ittihamdan imtina etməsi həm tam, həm qismən ola bilər. Prokurorun təqsirləndirilən şəxsin əməlini daha ağır cinayət qanununun daha ağır maddəsindən daha yüngül maddəsinə tövsiflə bağlı təklifi ittihamdan imtina kimi qiymətləndirilməməlidir.
Yəni bu halda cinayət təqibinə xitam verilə bilməzdir. Yəni demək istəyirəm. Yəni Konstitusiya Məhkəməsi bununla bağlı da qanunvericilikdə müəyyən təkmilləşdirmə aparılması Milli Məclisə tövsiyə olunur. Yəni ittihamdan imtina həm qismən ola bilər, həm də tam ola bilər. Bütövlükdə imtina ola bilər, bir də müəyyən o epizodlar üzrə imtina ola bilər. Amma daha ağır maddədən daha yüngül maddəyə prokuror təklif eləsə ki, tövsif dəyişsin, daha yüngül maddə. İttihamdan imtina sayılmır. Ümumiyyətlə, qismən də sayılmır. Bəli, bəli. İttihamdan imtina sayılmır. 22-ci sualımıza cavab A. 23 tane. 23. Xüsusi ittihamçının xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə iclasına təkrarən üzürsüz səbəbdən gəlməməsinin nəticələri hansıdır? Tamamilə doğrudur, özü bilər, gəlməyib, nəticəsinin də zərəri də özü çəkməlidir, xüsusi ittihamçıdır. 23-də cavabımız A. İcraata xitam verilir. İkinci dəfə gəlməyəndə verilir də. Təkrarən üzürsüz səbəbdən, bəli. Birinci dəfə gəlməyəndə aydın məsələdir, burada təxirə salınır. Təxirə salınır. Birinci dəfə təkrarən üzürsüz səbəbdən gəlməyəndə xitam verilir. Yəni, bu nəyə bərabər tutulur? İttihamdan imtinaya bərabər tutulur. Yəni, cinayət təqibindən belə deyək də, cinayət təqibinin subyekti kimi imtina edir. 23-də cavabımız A. 24. Mülki iddiacının məhkəmə iclasına gəlməməsinin nəticəsi hansıdır? Heç bir əhəmiyyəti yoxdur. Doğru. 24-də mülki iddia 24-də B. Baxılmamış, saxlana bilər. Bilər ha. Saxlanılır deyil. Hə, başa düşdük, bilər. 24. 24-də cavabımız B. 25. Məhkəmə baxışı zamanı məhkəmə ittihamı hansı hallarda dəyişdirə bilər? Doğru. 25-də cavabımız A. 397-1, 397 o apellyasiya instansiyasındadır. Ona gələndə inşallah o... 24-də saxlanılmaya bilər də ikinci variantda ola bilər ki, təmin eləməsin. Baxsın, amma təmin eləməsin. Mülki iddiacının gəlməməyi. Gəlməməsinin nəticələri. Baxılmamış saxlaya da bilər. Təmin etməyə də bilər. Bəli, mümkündür. Başına hansı cavab seçin? Əslində baxılmamış. Və yaxud təmin edə bilər. Heç deməmişəm də içindən necə baxıb təmin edəmişəm. Verirsən də. Dəxli yoxdur. Elə hallar ola bilər ki, məsələn, təmin edə də bilər. Məsələn, mütləq deyil yəni. baxılmamış saxlana bilər. Yəni, o deməkdir ki, başqa qərarda qəbul edilə bilər. Baxılmamış saxlana bilər. Necə? Başa düşdüm, deyirəm, yəni ondan başqa variant ancaq demək təmin edə bilər, təmin edəməyər. Təbii, mümkündür, təmin edə. Onsuz da. Yəni, işin mülki iddiaya baxmasını davam edək, yoxsa təxirə salınır, yoxsa nə edir? O yekun nəticəyə demir, orada sonra yekun nəticəyə toxunur. Sual deyil, mən sualdan. Aydın. Onsuz da. Mümkündür. O iki qərarın ikisi də mümkündür. Onsuz da bu işin perspektivi var da, təmin etməyəcək. Orada üçüncü variant da var da, ya təmin edir, ya təmin edir. Yox, baxılmamış saxlayanda, doğru. Baxılmamış saxlayanda bu mülki iddia icraatı qaydasında orada gedib ümumi qaydada məhkəmədən Təbii. Mümkündür. Onsuz da məhkəmənin hökmündən şikayət verəndə bu hissədə də şikayət vermək mümkündür. Apellyasiya instansiyasına. Təmin etməmə. Bütövlükdə məhkəmənin qərarından, hökmündən şikayət verəndə bu məsələni də qoymaq mümkündür.